Ehtimal nəzəriyyəsi və riyazi statistika fənnindən aralıq imtahanına hazırlaşmaq üçün imtahan suallarına, imtahana düşə biləcək sual nümunələrini izah edəcəm. Bu PDF-dən izah edəcəm, ona görə ki, burada sual nümunəsi daha çoxdur və ehtimal olaraq daha çox nümunə ilə işləmək məsləhətdir ki, aralıq imtahanda qarşılaşıla biləcəyiniz hər bir sual tipindən xəbəriniz olsun. Deməli, ilk sualımız belədir. Hədəfə 3 müxtəlif silahdan atəş açılır və onların hədəfə vurma ehtimalları bizə verilir və bizə soruşulur ki, hər 3 silahın hədəfi vurma ehtimalını tapın. Bunlar bir-birindən asılı olmayan hadisələrdir və asılı olmayan hadisələr olduqlarına görə hər 3 hadisənin baş vermə ehtimalı soruşulursa, biz onların hər üçünün ehtimallarını bir-birinə vururuq. Yəni, verilən ifadələri bir-birinə vursanız, düzgün cavabı alırıq. Növbəti sualımızda isə iki atıcının hədəfə vurma ehtimalları uyğun olaraq birinə P1, digərinə P2 desək, atəş açılarkən hər iki atıcının hədəfi vurmaması, həmişə şərtə diqqətlə baxın. Vurması, yox vurmaması deyir. Baxın, məsələn, 3-cü sualda hər ikisinin hədəfi vurması ehtimalı soruşur. Burada hədəfi vurması ehtimalı soruşduğuna görə burada verilən P1 və P2-ni bir-birinə vururuq. Yəni, buna P1, buna P2 desəm, hər ikisi hədəfi vurması ehtimalı soruşduğuna görə 0,3-ü 0,8-ə vururuq, 0,124 edir. Amma ikinci sualda isə vurmaması deyil. Deməli, biz bu zaman əksini tapmalıyıq. Q1-i tapmaq üçün 1-dən P1-i çıxarlar, Q2-ni də tapmaq üçün 1-dən P2-ni çıxarlar. Yəni, bizim birinci ədədimiz eləyəcək 0,7, digəri isə 0,2. Hadisənin olması yox, olmaması ehtimalları soruşulduğuna görə 0,7-nin 0,2 vuranı 0,24 eləyər. Şərtdə həmişə diqqətli olmaq lazımdır. 4-cü sual. 6 atəş açılmışdır. 6-sından hər birisinin ehtimalı eynidir, 0,3-ə bərabərdir. Bərabər ehtimallı hadisələrdir. 3-ünün hədəfi vurması 6-sından 3-ü. 6-sından 3 olduğuna görə burada olacaq kombinizon 6-dan 3. P-nin üstündə 3. Q-nun üstündə 6 minus 3. Yəni elə o da 3 eləyir. Deməli, biz nə axtaraq? Kombinizon 6-dan 3, 6 faktorial bölək 3 faktorial. Bir də 6 çıx 3, o da 3 faktorial eləyir. P 0,3 olduğuna görə 0,3-ün kubu. Əgər P 0,3-dirsə, deməli, Q bizdə 1 çıxaq P. Yəni, 0,7 eləyər. 0,7-nin kubu. Bu fəndə sizin kalkulyator haqqınız var. Kalkulyatordan istifadə edə bilərsiniz. Amma sürətli tapa bilərik əslində. 3-ün kubu 0,27 eləyər. 7-nin kubu isə 343 eləyir. 343-ü deməli vurmalıyıq 27-yə. 6 faktorialla 3 faktorial ixtisar getsə, burada qalacaq 4 vur 5 vur 6. 6 elə 3 faktorial eləyir. Deməli, qaldı bir dənə 20. 343-ü vururuq deməli 20-yə. Bir də vururuq aldığımız bu ədədə. 3-ü bir yerdən. Bir də yazım təzdən. 343 vurulsun 0,27 və vurulsun 20. Bu üçünü bir-birinə vursaq, düzgün cavabı alırıq. Bu üçünü bir-birinə vurmaq lazımdır. Davam edək. Sonraki sual. Ticarət firmasında 3 təchizatçı 1,36 nisbətində gətirilmişdir. Uyğun olaraq faizləri 99, 98, 88, 92 faiz olmamasıdır. Təmirə ehtiyac olmaması. Əsas önəmli şərtlərə baxaq. Deməli, ehtiyac olmaması faizləri verilib. Satılan televizorun zəmanət müddətində təmirə ehtiyac olarsa deyir. Əgər ehtiyac olmama faizləri budursa, ehtiyac olma faizi uyğun olaraq 2 faiz, 12 faiz və digərində isə 8 faiz olar.
Biz bu faizlərlə işləməliyik. Həmin televizorun birinci təchizatçıdan gətirilməsi ehtimalı əgər üzərinə şərt qoyuldusa, deməli bu tam ehtimal yox, BAES düsturu ilə həll olunmalıdır. Fərqi nədədir? Tam ehtimal düsturu ilə hesablayanda siz sadəcə ehtimalları bir-birinə vurub toplayırsınız. Amma BAES düsturu ilə hesablamaq lazım olanda, yəni üzərində şərt varsa, həm kəsirin sürəti, həm də məxrəci yaranır. Yəni qısa olaraq P bərabər olur sürətdə. Nə soruşulursa, şərt nəyin üzərində olursa, o ehtimallar bir-birinə vurulmalıdır. Seçilmiş televizorun məhz birinci təchizatçıdan olma ehtimalı nəyə bərabər olar? Əgər 1, 3, 6 nisbətindədirsə, buna K, 3K, 6K kimi baxsaq 10K olur. Demək, 1/10 ehtimalla bu birinci təchizatçıdan olacaq. 1/10 ehtimalla. Və birinci təchizatçıdan gətirilənin də təmirə ehtiyac olması ehtimalı 2%, yəni %2-yə bərabərdir. Uyğun olaraq, indi isə biz yerdə qalan ehtimalların hamısını bir-birinə vurub toplamalıyıq. Tam ehtimal olaraq bunu məxrəcdə yazmalıyıq. 1/10 ehtimalla birincidən olması deməli 1/10 ehtimalla dedik ki, birincidən olacaq və birincidən olub da təmirə ehtiyac olma ehtimalı %2-dir. Üzərinə gələk. İkinci təchizatçıdan olma ehtimalı 10/3 olar və təmirə ehtiyac olması isə %12 və nəhayət sonuncu 10/6 olar. Vurulsun, sonuncunun da təmirə ehtiyac olması ehtimalı %8-dir. Ona görə ki, bu 8% təşkil edir və belə bir hesablama aparmalıyıq. Siz yazılı imtahan vermirsiniz, test imtahanı verirsiniz. Ona görə bu yazılışı qısaltmaq olardı məsələn. Bu hesablamanın hamısına baxsaz, mində birlər hamısında ixtisar gedəcək və qısa olaraq bunu həll etmək üçün 1-in 2-yə hasili sürətdə, məxrəcdə isə 1/2 üstə gələk 3/12 üstə gələk 6/8 qısa olaraq yaza bilərik və biz düzgün cavabı bu zaman alırıq. 2, 48, 50, 36, 86. İxtisar eləsək 43/1. Bu onluq kəsirə çevriləndə 0 tam, onun içində 43 yoxdur, 100-ün içində 43 təxmini 2 dəfə var və 2 ilə də olan cavab yalnız bir variantda var. Sonraki sualımıza baxaq. 6-cı sual. 10 detal var, 4'ü rənglidir. İxtiyari qaydada 3'ü götürülür, hər 3'ü rəngli olsun. Bu Bernoulli düsturu vasitəsilə həll olunacaq. Hamısının ehtimalı eyni olduğuna görə 4'ündən 3'ü vurulsun. P üstü 3, Q üstü 1 qaydasını həll edə bilərik. Kombinezon 4'dən 3 ilə 4'ə bərabərdir. P rəngli olma ehtimalı 4 dənəsi rənglidirsə 0,4 ehtimalla rəngli olacaq. Rəngli olma ehtimalı 0,4-dürsə rəngli olmama ehtimalı 1 çıxılsın 0,4, yəni 0,6-ya bərabər olar. Və ya. Amma burada hadisələrin bir-birindən asıllığı var və bunlar eyni ehtimallı hadisələr olmayacaq. Ona görə də əslində kombinezon düsturu ilə, yəni Bernoulli düsturu ilə yox, biz bunları ehtimalların vurulması ilə şərti ehtimalların hesablaması qaydası ilə eləsək daha düzgün cavab alarıq. Yəni 10'undan 4'ü rənglidirsə, birincinin rəngli olma ehtimalı 10'da 4 olar. Tutaq ki, biri rənglidir. Birinci rənglidir və biz bunu götürdük, kənara qoyduq. İkincinin rəngli olması ehtimalı həm ümumi saydan bir dənəsi azalıb, həm də rənglilərdən biri azalıb. Deməli olar 9'da 3. Və bizə 3 dənəsi rəngli olduğuna görə onda 3-cünü də tapmalıyıq. Sonuncunun, yəni 3-cünün rəngli olması üçün artıq biz ikisini götürmüşük. Deməli ümumi halda 8'i qalıb və rənglilərdən də ikisi gedib, ikisi qalıb. Yəni 8'də 2 ehtimalla 3-cüsü də rəngli olacaq.
İndi bunu hesablayaq. İxtisar aparaq burada. 4, 2, 8 ixtisar getdi. 3 ilə də 9 ixtisar getdi. Qaldı 1 bölək 30. İndi daha düzgün cavab oldu. 7-ci sual sadə sualdır əslində. Asan sualdır. 50-80-ci kilometr arasında qırılma baş verib. Məhz qırılmanın 60-65-ci aralığa düşməsi ehtimalı soruşulur. 80-50 bu məxrəcdədir, ümumi məsafədir. Çünki 30 metr məsafədə bu baş verib. Ona görə də məxrəcdə 80-50 olar. Sürətdə isə 65-60 olar. 5 bölək 30 o da eləyir 6'da 1. Növbəti sual. İki atıcının hədəfə vurma ehtimalları verilir. Hər iki güllə ilə hədəf vurulsun. Hər ikisinin vurulması ehtimalı deyirsə, biz də hər ikisini bir-birinə vurarıq. 8-i elə 6-ya vurarıq. Düzdür. 8-i daha doğrusu 9-a vurarıq. 0,8, 0,9-a vuranda 0,72 eləyir. Müəyyən bir ərazidə aprel ayında buludlu günlərin sayı 6-dır. Aprelin 1-də buludlu havanın olması ehtimalını tapın. Aprel ayında 30 gün var. Və bunun da 6-sı buludludursa, deməli 30'da 6 ehtimalla, ixtisar eləsək 5'də 1 ehtimalla seçilən gün buludlu olar. Növbəti sualda 3 zavoddan gətirilən televizorların uyğun olaraq 10%, 15%, 3-cü isə 5% qüsurludur. 31-dən, 22-dən, 50-si 3-cüdən gətirilirsə qüsursuz. Həmişə şərtə fikir verək, qüsursuz istənilir. Verilənlər isə qüsurlu faizlər idi. Amma burada şərt üzərinə qoyulmadığı üçün deməli bu Bayes teoremi, Bayes qaydası ilə, düsturu ilə deyil, sadəcə tam ehtimal düsturu ilə həll olunacaq. Onun üçün də ehtimalları bir-birinə vurub toplasaq bəs olar. İlkin olaraq faizləri dəyişək. 10% ilə qüsurludursa, 90% ilə qüsursuzdur. 15% ilə qüsurludursa, 85% ilə qüsursuzdur və nəhayət üçüncüsü də 95% ilə qüsursuzdur. 30, 20 və 50 toplamda 100 televizor varsa, gətirilən televizorun birincidən olması ehtimalı %30'dur və bunun qüsursuz olması ehtimalı isə %90'dır. Uyğun olaraq üstə gələk ikinci %20 ehtimalla ikinci televizordan, ikinci zavoddandır və %85 ehtimalla da bu olacaq qüsursuz. Və nəhayət üçüncü %30 ehtimalla üçüncü zavoddandır və %95 ehtimalla da qüsursuzdur. Bu qədər. Bunları bir-birinə vurub toplayırıq. 30'u 90'a vursaq 2700, üstə gələk 20'ni 85'ə vursaq 1700, üstə gələk 30'da 95'ə vursaq 95, 190, bir dənə də 95, 285 bərabərdir. $9150 almalıydım. Burada 50 de bu. 50. 50 vur 95. Çünkü axırıncı 50 idi. 50 vur 95 də eləyər 4750 və alıram 9150. Bunu da 10 minə böləndə 4,5
qabağa gələcək olacaq 10.915. 3 tələbə müəyyən bir hesablama aparır. Birincinin səhv etməsi, ikincinin və üçüncünün səhv etmə ehtimalları verilib, amma düzgün yerinə yetirilməsi bizdən soruşulur. Düzgün yerinə yetirsinlər deyəndə onda biz əksini götürməliyik. Yəni verilən ehtimalların əksi. 0-dan %15 ehtimalla səhv eləyirsə 85 ehtimalla düz eləyir. Onda 1 ehtimalla səhv eləyirsə onda 9 ehtimalla düz eləyər. Onda 2 ehtimalla səhv eləyirsə onda 8 ehtimalla düz eləyər. 3-ün bir-birinə vursaq cavabı alırıq. 12-ci sual. Parabola sözündə hərflərdən neçə 8 hərfli kombinasiya düzəltmək olar? Zaten burada 8 hərf var. Əgər hərflərin hamısı fərqli olsaydı elə 8 faktorial cavabını verə bilərdik. Birbaşa deyə bilərdik ki 8 faktorial bizim cavabımızdır. Amma burada yalnız A hərfi 3 dəfə təkrarlanır. Ona görə biz bunu 3 faktoriala bölməliyik. 8 faktorial bölə 3 faktorial. 13 nömrəli sual. 4 Mercedes 3 BMW neçə üsulu bir sıraya elə düzülməlidir ki, BMW-lər yan-yana dayanmış olsun. Burada bir variant var. BMW-lərin üçünü də biz bir dənə olaraq götürsək, 4 Mercedes və 1 BMW kimi düşünsək, çünki axı üçü də bir yerdə yanaşı dayanacaq. Alınır bizdə 5 müxtəlif variant və bu da 5 faktorial eləyir. Nəzərə alsaq ki, bu 3 BMW-lərin özünün də öz arasında yer dəyişməsi ola bilər. Ona görə bunu bir dənə də 3 faktoriala vururuq. Deməli, cavabımız 5 faktorial var. Vurulsun 3 faktorial, bu da eləyir 720. Bu sualın tipindən bayaq bir dənə həll eləmişdik və düşünmürəm ki, buna da vaxtımız geçsin. Sadəcə şərtə həmişə baxaq ki, 35%, 45, 20% olaraq verilir. Qüsurlu olması ehtimalları verilir və soruşulan da yenə də qüsurlu olmasıdır. Sadə qayda ilə 35-i 6-ya, 45-i 4-ə və 20-ni də 7-yə vurub toplasaq bəs olar. Çünki bu da tam ehtimaldır. Burada bizdən üzərinə şərt qoyulmadığı üçün bayis düsturu deyil. Yəni sadəcə tam ehtimaldır. 35-i 6-ya vursaq 210, 45-i 4-ə vursaq 180, 20-ni də 7-yə vursam 140. Bu da eləyir 90-530. Bunu biz faiz olaraq hesablamışdıq, amma kəsirə çevirsək %35 vuraq, %6 olaraq nəzər alsaq, bunların hamısını mən 100 vur 100-ə bölməliyəm. Yəni 4 vergül bu tərəfə gəlsə, bu eləyəcək 0 10.530. On beşinci sual. Qutun üzərində 1-dən 5-ə qədər nömrələnmiş 5 kürəcik var. Təsadüfi olaraq biri götürülür. Çıxarılan kürəcin üzərində nömrə 5-dən böyük olmaması. Əgər 1-dən 5-ə qədərdirsə, onda orada heç 5-dən böyük heç nə yoxdur ki, hamısı 5-dən kiçikdir. Yəni bu zaman ehtimal 5/5 olur. Cavab 1. Verilən hərflərdən ehtimal sözünün düzəlməsi ehtimalını tapın. 7 hərf olduğu üçün 7 faktorial variantımız var. Bütün mümkün variantlar və ehtimal sözü yalnız bir halda yarandığına görə 1 bölək 7 faktorial. 18.000 sözdən 12.000-də bir dəfə istifadə olunub. Lüğətdə ixtiyari seçilən bir sözün bir dəfədən çox. Əgər 18.000-in 12.000-i bir dəfə istifadə olunursa, 18.000 çox 12.000, yəni 6.000-dən bir dəfədən çox istifadə olunur və ümumi də 18.000 olduğu üçün 1 bölək 3. Detallar birinci fəhlə bütün detalın 3/2-ni, ikincisi isə 1/3-ni hazırladığına görə birinci fəhlə 1%, ikinci 10% xarab detal hazırlayır və xarab olması ehtimalı soruşulur. Bu da yenə tam ehtimaldır. Uyğun olaraq bir-birinə vurub toplamağımız bəs eləyir.
%1 üstə gələk, 3də 1 vurulsun. %10. Bu qədər. 12 bölək 300. Burada ixtisar gedəndə %4 qalacaq. Birinci mühazirənin sualları biraz vaxt aparandı. Amma digər mühazirələrdə bizim bu qədər vaxtımız yetməyəcək. Daha sürətli izah etmək mümkün olacaq. Həm də ki, ümumilikdə götürəndə birdən 333-ə qədər izah edəcəm. Birdən 333-ə qədər. 5 mühazirə keçmişsiniz. 5 mühazirədən izah edəcəm. Yəni, neçə video olacaqsa bilmirəm, amma bu aralığı izah edəcəm. Sonraki sualımıza baxaq. 100 dəfə dayanmanın 62-si yanacaq səbəbindən, 25-i kötan səbəbindən və qalan səbəblər. Qalan səbəblər nə qədərdir? 62, 25, 87, qalan səbəblər 100 dənədən 13-üdür. Və qalan səbəblərin nisbi tezliyi istədiyinə görə bu da oldu %13. Bu niyə belə elədi? Mən başa düşmədim. Sonraki sual. Nəşriyyatın ekspeditoru qəzetləri 3 boş şəbəsinə çatdırır. Birinciyə vaxtında çatdırması, ikinciyə vaxtında, üçüncüyə vaxtında çatdırması verilib. Hər üçü vaxtında alsın. Hər üçü vaxtında alsın deyəndə hər üç ehtimal bir-birinə vururlar. Aslı olmayan hadisələrdir. Hər üçünün baş verməsi deyəndə hər üçünü də bir-birinə vururuq. 20 tələbədən 4 nəfəri əla qiymət, 10 nəfəri yaxşı qiymət, 3 nəfəri də kafi qiymət aldı. Deməli, neçə nəfər oldu? 17 nəfər. Neçə nəfəri qeyri-kafi alıb? 20-dən 17 çıxdıq. Qaldı 3 nəfərimiz. Lövhəyə çalmış 2 tələbənin ikisinin də qeyri-kafi qiymət alması. Ehtimalların vurulması ilə eləyə bilərik. 20-də 3 ehtimalla birinci çağırılan tələbə əgər qeyri-kafi qiymət alandısa, birini qoyduq kənara, 19-da 2 ehtimalla da digəri olacaq və bunları da ixtisar eləsək 10. 3 bölək 190. 7 qırmızı 3 göy qələm var. İkisi çıxarılır. Hər ikisi göy olsun. Yenə də ehtimalların vurulması ilə eləyək. Toplamda 10 dənədir. Göy olanlar 3 dənədir. 10-da 3 ehtimalla birincisi göydüsə, 10-da 9-da 2 ehtimalla da ikincisi göydür. 1 bölək 15. Alma sözündə K hərfi. K hərfi yoxdur. Alma sözündə 4 dənə hərf var. Deməli, bu qeyri-mümkün hadisədir. Ehtimalı 0-a bərabərdir. Bir-birindən bir-bir götürülür nömrələnmiş kürələr. Artan sırayla olması ehtimalı 4 dənədirsə, 4 faktorial sayda bütün mümkün variantlarımız var və yalnız artan sırada olması ehtimalı da 1 dənədir. 4 faktorial 1-dən 4-ə qədər ədədlərin hasilidir, o da 24 eləyir. 8 cüt 12 qara rəngdədir, ikisi götürülür, hər ikisi ağ olsun. Toplamda neçə dənədir? 20 dənə. Ağı neçə dənə idi? 8-i. Birincinin ağ olma ehtimalı 20-də 8-dirsə, ikincinin ağ olma ehtimalı 19-da 7 olar. Və ixtisar aparsaq 4-ə. 14 bölək 95. Qiraət zalında 10 kitab var, 4-ündə ulduz var, ikisi götürülür, ikisi də ulduzlu olsun. 10-da 4 ehtimalla birincisi ulduzludur, birincisi ulduzludursa qoyduq kənara, 9-da 3 ehtimalla da ikincisi ulduzludur. Və ixtisar eləsək 2-də 15 olar. 16 ağ, 10 qırmızı, ikincidə 8 ağ, 14 qırmızı var. Hərəsindən bir dənəsi götürülür, hər ikisi ağ olsun. Olsun, birincidə toplamda 26 dənə varsa, bunun 16-sı ağdır. Bunlar ayrı-ayrı olduqları üçün bir-birlərindən aslı olmayan hadisələrdir. Digərində isə 8, 14, 22 dənə toplamda varsa, 22-də 8 ehtimalla da götürülən ağ olacaq. Və bir-birinə vursaq düzgün cavab alırıq. 10-undan 6-sı optikdir. Birinci optik
Tüfəng ilə vurma ehtimalı 0,9, digəri ilə vurma ehtimalı isə 0,8 olduğuna görə ixtiyari götürülmüş. Yenə də burada üzərinə şərt qoyulmadığı üçün bu sadəcə tam ehtimal düsturudur. 10,6 ehtimalla optik nişangahlıdırsa, 10,9 ehtimalla da onun hədəfi vurmasıdır. 6 dənəsi optikdirsə, deməli yerdə qalanlar 10,4 olur. 10,4 ehtimalla digər tüfəngdirsə, 10,8 ehtimalla da digər tüfəng vasitəsilə hədəfin vurulmasıdır. Bunları bir-birinə vurub toplaya bilərik. 54 üstə gələk 48. 54, 48. 54, 32 daha doğrusu. 54 plus 32, 86 eləyir. Oyun zəri bir dəfə atılır, düşən xalların 3-dən az olması. 3-dən az xal 1 və 2-dir. Deməli, 2 əlverişli halımız var. 6 dənə bütün mümkün variantımız var. 1 bölək 3. 10 paralel xət, 6 paralel xətlə kəsişir. Paralelogramın alınması. 10 dənə paralel, 6 dənə də paralel. Paralelogramın alınması üçün bizə paralellərdən ikisi lazımdır. Deməli, 10 dənəsindən ikisini seçirik. Niyə kombinezon? Çünki aranjman ola bilməz. Yəni permutasiya deyək ki, ola bilməz. Çünki yer dəyişmənin fərqi yoxdur. İkisini paralel olaraq götürdüksə, digər ikisini isə onu kəsən üfüqü belə deyək də götürməliyik. Bu isə digər onu kəsən 6 paralelin içindən seçilməlidir. Kombinezon 6-dan 2. Bunları bir-birinə vururuq və cavabımız 675 olacaq. 31 nömrəli sualdan izah etmişdim. Sadəcə baxaq görək, burada qüsurlu olaraq faizlər verilir və istənilən də elə qüsurlu olmasıdır. Bir-birinə vurub toplayırıq. 6-nı 35-i 6-ya, 45-i 4-ə və 20-ni də 7-yə vurub toplasaq, sonra təbii ki 10.000-ə bölməliyik, çünki bu ehtimaldır. 300-dən 150-si birinci növ, 120-si ikinci növdədirsə, onda üçüncü növə nə qədər qalır? 270, 30-u qalır üçüncü növə. Nə soruşulur ümumiyyətlə bizdən? Yeşikdən çıxarılan 4 almanın ikinci növə aid olması. 4-ü ikinciyə aid olsun, yaxşı olsun. Gəlin belə eləyək, 300-də ikinci növ 120 ehtimalla üçüncüdəndir, ikincidəndir daha doğrusu. Birinci buradan oldu. 299'da 119 ehtimalla ikincisi oldu. 298'de 118 ehtimalla üçüncüdən oldu. 297'de 117 ehtimalla da 4 alma demişti de, 4. 120, 119, 118, 117 sürətdə 300, 299, 298, 297'lərin də hasili məxrəcdə kalkulator ixtiyarınız var. Yaza bilərsiniz, ixtisar edib yaza bilərsiniz. 15 ədəd tikilmiş paltonun keyfiyyəti yoxlanılır. 12'si birinci növdə, qalanları, yəni 3 dənəsi ikinci növdədir. İkinci növdə olsun. Götürülənlər ikinci növdə olsun deyirsə olsun. 15'də 2 ehtimalla bir dənəsi ikinci növdə olacaq. Birini götürdüksə qaldı 14'də 1 ehtimalla da ikincisi olar. İxtisar aparsaq 7 dəfə. 1 bölək 3 olmadı bu. İkinci növdə olmasaq 3 dənə qalmışdı. Bura 3, bura 2. İndi düz oldu. Bu 3 ilə 5 getsə qalar, 2 ilə də 7 qaldı. 5 vuraq 7. 35'də 2 olar. 35'də 1 daha doğrusu. Aha. Birin içində 35 yoxdur, 0 tam.
2 dənə demir, burada bir dənə deyir. Bu heç lazım deyil bizə. Gəlin təzədən həll edeyim bunu. Asan sualdır əslində. 15 dənədik. 12 dənəsi birinci növdədir. 3 dənəsi də ikinci növdədir də. Nə var ki burada? 15 dənə. Bu da 3 dənə. Yox, ixtisar. 1/5. Bu qədər. Məsələdə neçə çətinlik axtarırıq ki? 8 gündə 4 imtahan verməlidir tələbə. Cədvəl neçə vasitəsilə neçə cürə qurula bilər. Amma indi bu kombinizonla deyil, bu permütasiya ilə və ya bəziləriniz aranjmanla deyirsiniz 8-dən 4. Çünki yer dəyişmənin burada önəmi var. Və bu da 8 faktorial bölünsün. 8 çıxaq 4 faktorial qaydası ilə həll olunur. 8 faktorial bölək 4 faktorial. 1680 alırıq burada. 5 günə 3 imtahan verməlidir. Yenə eyni qayda ilə. Bu permütasiyadır 5-dən 3. 5 faktorial bölək 5 çıx 3, yəni 2 faktorial qalır 3, 4, 5. 3, 4, 5-i də bir-birinə vuranda 23'ə vururuq. Eləyir 60. Yalnız bir şöbənin vaxtında alması. 3 dənəsi verilir. 3 dənə ayrı-ayrı ehtimallar verilir. Yalnız bir şöbə. Yalnız biri deyəndə burada müxtəlif variantlar var. Ola bilər ki, birinci vaxtında aldı, amma ikinci vaxtında almadı. Və eyni zamanda üçüncü də vaxtında almadı. Üstə gələk. Və ya. Baxın, burada mən birincidə P1 götürdümsə, Q2 və Q3 götürmüşəm. Çünki ikinci və üçüncü vaxtında almır. İndi isə ikinci vaxtında alıb, axı və ya ilə yəni 3 müxtəlif hal ola bilər burada. P2 ikinci vaxtında alıbsa, onda birinci vaxtında almayıb. Bu Q1'dir. Və üçüncü də vaxtında almayıb. Bu da Q3'dür. Üstə gələk, yenə də. Üçüncü variant da var. Hansı variantdır? Yalnız biri vaxtında almaq bu dəfə üçüncünün şansıdır. Üçüncü vaxtında alıb. Bu P3 olar. Birinci vaxtında almasın. 0,5 Q1 deyək. İkinci də vaxtında almasın. 0,1 də buna deyək. Deməli, ümumiyyətlə qısa olaraq yadda saxlayaq ki, baxın. P1, Q2, Q3 üstə gələk. Q1, P2, Q3 üstə gələk. Q1, Q2, P3. Hər dəfə birini təsdiq olaraq qəbul eləyiriksə, deməli, yerdə qalanları inkar olaraq götürəcək. Yəni, bu qayda ilə ehtimalları bir-birinə vursaq, düzgün cavab alırıq. Və ya inandı məsələ, ona görə də 3 variant var idi. 8 qırmızı 4 göy qələm var. İkisi çıxarılır. İkisi də göy rəngdə olsun. Birincinin göy rəngdə olma ehtimalı 8-də 4 olar. Yox, 8 deyil, 12 dəndir burada. 12-də 4 olar. Biri rəngli desə qoyduq kənara. İkincinin də rəngli olması 11-də göy rəngdə olması. 11-də 3. İxtisar getsə bunlar elə 1/11 qalar. Nəşr sözündə A hərfi yoxdur. Ona görə bu əlverişli halların sayı bölünsün. Mümkün halların sayı 0 eləyir. Bayaq məsələdən var idi. 5 nəfər əla aldı, 10 nəfər yaxşı aldı, 3 nəfər də kafi aldı. Neçə nəfər elədi? 18 nəfər. Neçə nəfər var idi? 25 nəfər. 7 nəfər deməli qeyri-kafi alıb, yəni 2 alıb. 3 tələbənin 3'ü də 2 alan tələbə olsun. Birincinin 2 alması 25'də 7, ikincinin qeyri-kafi olması 24'də
6 çünkü azala gedir və nəhayət üçüncü də 23-də 5 olar. İxtisar eləsək 5 dəfə 4 dəfə qalır 7 bölək 20-ni 23-ə vuranda 460. 8 cüt 12 cüt ikisi seçilir. Ağ olsun. Bu sualdan bayaq var idi. Toplamda 20 dənədir. 20-sindən ağ rəngdə olmaz. 20-də 8 vuraq. 19-da 7. 2 dəfə 5 dəfə 14 böl 95. Lazım olan deməli 3 ayrı-ayrı ehtimallar verilib bizə. Kitabın ancaq bir rəfdə olması. Bu yenə bayaq baxdığımız tipdəndir. Yəni birincidə olsa, ikinci ilə üçüncüdə olmaz anlamına gəlir. İkincidə olsa, birinci ilə üçüncüdə olmaz. Yox, əgər üçüncüdə olsa, birinci ilə ikincidə olmaz. Yəni 0,8-i vuraram, digərlərində olmaması. 5 ehtimalla varsa 0,5 ehtimalla da yoxdur, eyni şeydir. 0,6 ehtimalla varsa 0,4 ehtimalla yoxdur. Üstə gələk. İkincinin varlığını götürdük. Əgər ikincidədirsə, deməli birincidə deyil və üçüncüdə deyil. Və nəhayət, əgər üçüncüdədirsə, onda birincidə deyil və ikincidə də deyil. Bunları bir-birinə vurmalıyıq. Bu qədər. Hesablayaq. 8-i 5-ə 40, onu da 4-ə vursaq 32. 0, bir dənə də 0. Çünki burada 3 dənə rəqəm olmalıydı da. Düzdür. Üstə gələk. 5, 2, 10. 10 da 4 ilə 4, 40. Üstə gələk. Axırıncı. Birinci səhv yazdım. Birinci 16 olmalıydı. Aha. 16, 4, 20, 26. İndi düz oldu. 26, 240. Məsələdən bayaq var idi. Yine var. 16 və 10. Toplamda 26 dənədir. Ağ olması deyir. 26, 16 ehtimalla birincidə ağdır. Bir-birindən asılı deyil bunlar. 8, 14, 12 elədi. 12 niyə? 22. 22-də 8 ehtimalla da ikincidən ağ olar. Var burada ixtisar. Hər halda ancaq 2'ya var da. 4 bölü 11. Bu da ki 8 bölü 13. 8'i 4'e 32. 11'i de 13'e 110. Bir tane de 143. 43 nömrəli sualdan bayaq var idim. Onda yazmışdıq. Onda 6 ehtimalla optik olacaq. Vurulsun onda 9. Üstə gələk. Onda 4 ehtimalla optik deyil. Vuraq onda 8. O da 86 eləmişdi. Atıcının optik olmayan. Aha. Gəlin beləliyək. Bunun cavabını yadımıza saxlayaq. Bu 86 idi. Çünki biz indi bunu burada istifadə eləyəcəyik. Optik nişangah olmayanla deyirsə,
Onda 4-ün onda 8-ə hasili sürətdə, məxrəcdə isə bütün hasillərin cəmi 86 məxrəcdə. 32 bölək 86, ixtisar getsə 86 ən yaxşı halda 2-yə gedəcək, 16 bölək 43. Baxın, yenə deyirəm, əgər burada şərt varsa, deməli bu Bayes düsturu ilə həll olunur. Şərt dediyi hasillər sürətdə, məxrəcdə isə bütün hasillər. Oyun üzəri bir dəfə atılır, düşən xalın 3-dən az olması, bu da təkrar sualdır. 2-də 6, o da 3-də 1 edir. Maraqlı sualdır. 1-in 3 nisbətində verilir bizə. Bu sual 2 dənə bir-birindən asılı olan suallardır. 1-in 3 nisbətindədirsə, deməli 1K, 3K, 4 dənədir. 4də 1 ehtimalla bu birinci yaxınlaşan yük maşınıdır və yük maşınının benzin götürmə ehtimalı onda 3-dür. Üstə gələk. 4-dən 1 dənəsi yük idіsə, 4-dən 3 dənəsi minik maşınıdır. 4də 3 ehtimalla yaxınlaşan minik maşınıdırsa, onda 4 ehtimalla da onun benzin götürməsi hesablanıla bilər. 3, 12, 15 bölək 40. Bunda 5 ixtisar eləyək. Hələ ki qalsın. Niyə? Çünki minik maşını olması ehtimalı soruşulur bizdən. Bu Bayes düsturu vasitəsilə həll olunmalıdır əslində. Bu bizim məxrəcimizdir. Sürətimiz də var. Sürətimizdə bizdən minik maşını istədiyi, yəni bu sürətdə olur hasil. 3 vur 4-ün 4də 3-ün onda 4-də hasili sürətdə, yəni əslində 40-da 12 sürətdə, 40-da 15 isə məxrəcdə. 40-lar ixtisar getsə, 12 ilə də 15 ixtisar getsə 3-ə qalacaq 4 bölək 5, yəni 0,8. İndi burada bir şey fikir verin ki, eyni qayda ilə də həll edə bilərik. Digər məsələdə isə yük maşını olması ehtimalı soruşulur. Yük maşını olması ehtimalı, əgər 0,8 ilə bu minik maşınıdırsa, 1 çıxılsın 0,8, 0,2 ehtimalla bu yük maşınıdır. Və ya biz sürətdə yük maşınına aid olan hasilləri götürsək, 4də 1-in 10-da 3-ə hasili 40-da 3 bölünsün, məxrəcdə isə götürməliydik bütün hamısının hasilini. Hamısının hasili deyəndə, yəni tam ehtimal düsturu. Hasilləri toplayıb, vurub topladığımız hissə. 40-da 15, 40-lar ixtisar getdi, 3-ün də 15-ə nisbəti 5də 1. Bu bizə yenə də istənilən halda 0,2-ni verir. Yəni, hər iki qayda ilə həll edə bilərdik. 10 dənədən 6-sı qırmızıdır, 3-ü götürülür. Hər 3-ü qırmızı olsun. 10-da 6 ehtimalla birincisi qırmızıdır, 9-da 5 ehtimalla ikincisi, 8-də 4 dənə də üçüncüsü. Çünki hər dəfə bir dənəsi həm ümumi saydan azalır, həm də ki, bizə lazım olan saydan 2 burada getdi, 2 getdi, 3 də getdi, 3 qaldı. Bu 2 də getdi. 6-da 1. 10-undan 6-sı rənglidir, hər 3-ü rəngli olsun. Eyni prinsipdir, baxın, 10 dənədən 6-sı, 10 dənədən 6-sı. Eyni hasillər yenə həll olunacaq. 10-da 6, 9-da 5, 8-də 4. Bu da 6-da 1 eləyir. Yaxşı sual oldu ardıcıl. 50-ci suala da baxaq. 2 güllə 0,8-i 0,9-a vururuq. Bu asan sualdır. Bundan var idi. Sonra 51 nömrəli sual bunda bayaq həll elədik. 3 müsabiqə iştirakçının çıxış etdirib püpüşk atması nəticəsində neçə variant mümkündür? 3 dənədirsə 3 faktorialdır da, yəni bu sadə bir şeydir, 6-ya bərabərdir. 5 dənədirsə 5 faktorialdır, bu da 120-yə bərabərdir. Heç nəyə kənara qoyulmursa, bütün n dənənin hamısı götürülürsə, onda ilə n faktorial kimi də həll olunmalıdır. 54 nömrəli sual 1, 4, 5 kimidir? Emal edilən çeşitləmiş detalların təsadüfən ikisi götürülür. Hər ikisinin eyni dəzgahda. Eyni dəzgahda. Maraqlı sualdır. Amma 55-də isə deyilir. İkisi götürülür. Birinin 3-cü dəzgahda olması.
Yaxşı, gəlin baxaq. 1, 4, 5 nisbətindədirsə, 10 dənədirsə, bu 10da 1 ehtimalla birinciyə aiddir. 10da 4 ehtimalla ikinciyə, 10da 5 ehtimalla da üçüncüyə. Çeşidlənməmiş emal edilən çeşidlənməmiş detallardan təsadüfən ikisi götürülür. Hər ikisinin eyni. Hər ikisinin məsələn, hər ikisi birincidən olma ehtimalı 10da 1-in kvadratıdır. Hər ikisinin ikinciden olması 10da 4'ün kvadratı. Hər ikisinin üçüncüden olması 10da 5'in kvadratı. Niye? Çünkü 10da 1 ehtimalla birincisi de birincidendir, ikincisi de birincidendir. 10da 4 de ehtimalla hər ikisi ikinciden olacaqsa, onda ikisinin de ikinciden olması deyəndə elə P2 vur P2 də, yəni P2'nin kvadratı olar. P1'in kvadratı, P2'nin kvadratı, P3'ün kvadratı. Eyni şey olar da, yəni. Bu da eləyir %1 üstəgəl 16 üstəgəl 25. 26, 16, 42. Amma burada isə birinin üçüncü dəzgahdan olması deyil. Bunun biri üçüncü dəzgahdandırsa, deməli digəri ya birincidəndir, ya da ikinciden. Bu üçüncüdəndirsə bu birincidəndir və ya biri üçüncüdəndirsə digəri ikincidəndir. 25 bölək 100. %25. 0 %25. Bunu da aldıq. Heç olmazsa biri. Yaxşı sualdır. Heç olmazsa biri heç birinin olmamasının əksi deməkdir. Yəni 3 dənəsinin hər üçünün olmamasından daha yaxşı vəziyyətdə. Yəni heç olmasa bir dənəsi olub. Yəni bu zaman bir çıxılsın, heç birinin olmaması. Birinci də olmasın, ikinci də olmasın, üçüncü də olmasın. Hər üçünün olmamasının əksi heç olmasa biri deməkdir. 1 çıxılsın 0 onda 1, 0 onda 2, 0 onda 1. 1000'dən 2 çıxanda qalar 998. Ən azı 2 imtahan versin. Bu dəfə deyir ki, tələbə azı 2 dənə imtahan versin. Tələbənin azı 2 dənə imtahan verməsi deməli 2 imtahan verə bilər, həm də 3 imtahan verə bilər. 2 imtahan verəcəksə, hər dəfə 2 dənəsini təsdiq götürək, birini inkar götürək. Üstə gələk. Bu dəfə birinci ilə üçüncünü təsdiq götürsəm, ikincini əksini götürdüm. Bir də üstə gələk. İkinci ilə üçüncünü təsdiq götürsəm, birincini inkar götürəcəm. İkisi təsdiq, biri inkar. İkisi təsdiq, biri inkar. İki təsdiq, biri inkar. Ən azı 2 dediyinə görə ikisi və ya 3'ü də ola bilərdi. Azı ikisi deyil də. Deməli burada bir dənə də üstə gələk hər 3'ü olan halı da burada mütləq şəkildə götürmək lazımdır. Bu bizə 954'ü verəcək. Bunu bir dənə yadımızda saxlayaq. Çünki biz bu hissəni o bir misalda tətbiq eləyəcəyik. Tələbə hər 3 imtahanı versin. Tələbə hər 3 imtahanı verməsi 9, 8, 9'un bir-birinə hasilidir. 81'i də 8'ə vuranda 648 eləyəcək. Tələbə yalnız bir imtahan versin. Yalnız bir imtahan deyəndə hər dəfə birini təsdiq, digərini isə inkar olaraq götürməliyəm. Birincini verdi, ikincidən verə bilmədi, üçüncünü verə bilmədi. Üstə gələk. İkincini verdisə, birincidən keçə bilmədi, üçüncüdən də keçə bilmədi və ya birinci, ikinci, indi isə üçüncünü təsdiq götürəcəm. Üçüncünü verdisə, birincini verə bilmədi və ikincini verə bilmədi və bunlar inkarlarıdır. Bunlar inkarlar. Hər dəfə 2 dənəsi inkar, bir dənəsi təsdiq.
60-cı sualda isə deyir ki, tələbə yalnız ikinci imtahanı versin. Yalnız ikincini. Onda deməli birincini verə bilmədi. İkincini verdi. Üçüncünü də yenə imtahanını verə bilmədi. Yəni kəsildi. Bu da oldu. 8. 9 detal var. Bunlardan 5'i standart, 4'ü qüsurludur. 1'i çıxarılır. Və bu da standart olsun. Olsun da standart. 9 dənədən 5'i standartdır. 100 lotereya biletindən 3 uduşludur. 2 bilet alınırsa heç olmasa bir biletin uduşlu olmasının ehtimalı. Uduşlu olma ehtimalı bunun %3'e bərabərdir. Uduşlu olmaması isə %97'ye. 2 dənəsindən heç olmasa biri. İkisindən heç olmasa biri. Heç olmasa birinə aid bayaq bir misal yazdıq. Bir çıxılsın köylərin asili ilə dedik. Yəni heç birinin uduşlu olmaması. Birinci də uduşlu olmasın, ikinci də uduşlu olmasın. Uduşlu olmama ehtimalları onsuz da eyni şeydir də. Yəni %97 ehtimalla uduşlu olmayacaq. %97 bölü %97. Bir çıxılsın %97'nin kvadratı. Belədir həllimiz. Asan sualdır. 7 dənə var. Qüsurlu 2 dənədir. 7 dənə var. Standart 5 dənədir. 9 mərtəbəli binanın birinci mərtəbəsinə 4 nəfər minirsə, hamının 7-ci mərtəbədə düşməsi ehtimalı. Gəlin baxaq, burada 7-ci deməsin, 6-cı desin, 3-cü desin, fərqi yoxdur. Yəni bunun elə bir önəmi yoxdur. Hamısı eyni şey, hamısı bir-birinə bərabər olmalıdır. Birinci mərtəbəni nəzərə almırıq, çünki birinci mərtəbədə minmişik. 9 mərtəbədən neçəsi qalır? 8'i. Hər hansı bir mərtəbədə düşmə ehtimalımızın deməli bizim 8'də 1'ə bərabərdir. Və 4 nəfər varsa bu hamı da eyni şeydir. 8'də 1, 8'də 1, 8'də 1. Yəni 8'də 1 üstü 4. Belə olmalıdır cavabımız. 30 tələbədən 10 nəfərdə idman dərəcəsi var. İkisi seçilir, ikisində idman dərəcəsi olsun. 30'unda 10 ehtimalla birincidə olacaq dərəcə. 29'da 9 ehtimalla da ikincidə olacaq dərəcə. O da eləyir 29'da 3. Fərman sözü. Fərman sözündə 6 dənə hərf var. Deməli 6 faktorial sayda bütün mümkün variantlarda. Yalnız bir variantda fərman sözü yarandığına görə 720'də 1. Püşkatmada neçə variant mümkündür? 4 dənədirsə 4 faktorial. 4 faktorial da 24 eləyir. 14 tələbə iştirak edir. 2 nəfər bir-biri ilə bir dəfə oynayırsa neçə oyun keçirilib? 14 nəfər vuraq 13. 14 vur 13 bölü 2. Niyə? Çünki 14 nəfər neçə nəfərlə oynayır? Məsələn, birinci adam neçə adamla oynayacaq? 13 dənə adamla oynayacaq. 13 nəfərlə oynayacaq, düzdür? Və həmən oynadığı adamlarda da biz təzədən özünü təkrarən saydığımıza görə ona görə 2'yə bölürük biz bunu. 7 bölü 13 eləyir. 91. Bir gündə 5 dərsdən ibarətdir. Cədvəl 9 fənn üçün neçə variantda bunu yazmaq olar. Bu permütasiya olacaq 9'dan 5. Çünki yer dəyişmənin önəmi var. Bu da 9 faktorial bölü 9 çıx 5. 4 faktorial eləyər. 5, 6, 7, 8 və 9. Mən bəzi misalların tam axıra çatdırmıram. Siz həll eləyin. Əgər hansındasa sualınız yaransa və yaxud da yazdığım məsələn qayda ilə ki bunu belə yazın tamamlayıb düzgün cavab alacaqsınız. Ala bilməsəz yazın, mən növbəti izahlarda bir də təkrar həmən suala qaydaram. 25 nəfər var, qrup rəhbəri seçilir, onun müavini seçilir və həmkarlar təşkilatının nümayəndəsi seçilir. 3 dənə ayrı-ayrı pozisiya olduğuna görə bu kombinizonla yox, permütasiya ilə həll olunmalıdır. 25'də 3. 25 faktorial bölək 25'dən 3 çıxanda
22 faktorial qalır 23, 24, 25 və ya belə də düşünə bilərsiniz. Qrup rəhbərinə neçə variant var? 25 variant. Bir nəfəri qrup rəhbəri seçdik, qoyduq kənara. Müavininə neçə variant qaldı? 24 variant. Onu da seçdik. Həmkarlar təşkilatı nümayəndəsi neçə nəfər qaldı? Neçə variant qaldı? Ona da yalnız 23 şans qaldı. Yəni belə qayda ilə də götürə bilərsiniz. 400-dən 150-si, 120-si ikinci növdədirsə, birinci və ya ikincidə olsun. Birinci və ya ikincidə olsun, 150 və ya 120 olsun. Bu da 270 eləyər. Oyun zərri atılması zamanı 1-2-3 xallarını düşə bilər. Tək xalın düşməsi ehtimalı tək. Yarısı təkdir, yarısı cütdür. Deməli 3/1 alt dəndən 3 dənəsi təkdir, alt dəndən 3 dənəsi də cütdür. Bu da 2/1 ehtimal eləyir. 2/1 ehtimalla tək olacaq ya da cüt olacaq. Hədəfi heç olmazsa biri. Bayaq bundan dedik, yenə deyirik. 1 çıxaq, Q1, Q2. Birdən Q'lərin hasilini çıxanda heç olmasa bir hadisənin ehtimalı tapılır. Yəni heç birinin olmamasından yaxşıdır da. 100-dən 76 çıxsaq 24, 100-dən 82 çıxsaq 18. Bunlar bir-birinə vursaq düzgün cavab alırıq. 75 nömrəli sual. 36 birinci, 24 ikinci, 43-dən hazırlanır və qüsursuzdur. Qüsursuz faizləri verilir, qüsursuzla da istəyir. Mağazada satılan bir kompüterin qüsursuz olması. Bu sadədir, yəni tam ehtimal düsturu ilə həll edə bilərik. 36-nı 95-ə vurmalıyıq. 24-ü 93-ə vuracaq və 40-ı da 94-ə vuracaq. Sonra təbii ki 10.000-ə bölməliyik. Yadda saxlayın, bunları bir vururuq, bunları bir vururuq, bu üçünü bir-birinə vurub toplayırıq. Cavabı almalıyıq. 16, 14, 30 nəfər oldu, 30 nəfər. 3 nəfər seçilir, 3 nəfər kişi olması. 30-da 16 ehtimalından birincisi kişidir, 29-da 15 ehtimalından ikinci işçi və sorğuya cəlb olunur. 28-də neçə qaldı? 14 ehtimalla da üçüncüsü. 2/1 bu elədi. 2/1 bu elədi. Bunlar getdi. 4 də buradan qaldı. 4/29. Yenə deyirəm, hansı sualları ki tamamlamıram mən. Onları əgər səhv cavab alsaz, fərqli cavab alsaz, anlaşılmayan bir şey olsa yazarsınız, izah edərəm. Telefon nömrəsi yığarkən son 4 rəqəmi yaddan çıxarır. Bu rəqəmlər müxtəlif idi və birdən fərqli idi. Yaxşı, baxaq görək hansı variant qalır. 4 dənə rəqəm. Birdən fərqlidir. Deməli 10 dənə rəqəmimiz var. Birini çıxdıq, qaldı 9 rəqəmimiz. Birinciyə düz etmə şansı 9 variantdadır. İkincinin düzgün yığması 8 olar. Üçüncüyə 7 olar. Sonuncuya da hər halda 6 olar. Bunları bir-birinə vursaq düzgün cavabı almalıyıq. 35 şagirddən neçə nəfərlə neçə variantda seçmək olar? Bu artıq kombinzondur. 35-də 2. Çünki yer dəyişmənin fərqi yoxdur. 35 faktorial bölək 2 faktorial 35 çıx 2 33 faktorial. Burada qalır 34 35 17 vur 35. Düzgün cavab eləməlidir. 25 şagirddən bu dəfə sinif prezidenti növbətçi seçilirsə, bu isə permütasiyadır, çünki fərqlidir. 25-də 2 və ya birinciyə 25 variant varsa, ikinciyə deməli 24 variant qalır. Bunları bir-birinə vursaq da bəs eləyər. Heç olmazsa biri, bundan dedim, 1 çıx, Q1, Q2, Q3. Bu verilənlər P-lərdir. Birdən çıxıb əksini tapıb, sonra bir-birinə vurmalıyıq. 2 silah vursun. 2 silah vursun deyəndə 2 variant. 1 ilə 2 vuracaqsa 3 vurmayacaq. 1 ilə 3 vuracaqsa 2 vurmayacaq və ya 2 ilə 3 vuracaqsa deməli 1 vurmayacaq. Hər dəfə baxın, birini götürürsünüz də. Üçüncü vurmadı. İkinci vurmadı, qalanları vurdu. Burada birinci vurmadı, qalanları vurdu.
Verilənlər P-lərdir. Küllərini yerinə qoyub tamamlamaq olar. Körpünün dağılması üçün bir dənəsinin düşməsi kifayətdir. İki müxtəlif atılır, ayrı-ayrı ehtimalları var. Körpünün dağılma ehtimalı. Əgər ikisindən biri bəhs eləyirsə, deməli hansı hal ola bilər? Burada ola bilər ki, birinci dəysin, ikinci dəyməsin. Ola bilər ki, ikinci dəysin, amma birinci dəyməsin. Bir də ola bilər ki, elə hər ikisi dəysin. Çünki bu variant ola bilərdi. Yəni istənilən halda birincidə dəysə dağılacaq, ikincidə dəysə körpü dağılacaq, hər ikisi də dəysə körpü dağılacaq. Ona görə də bu üç ehtimalı nəzərə almaq lazımdır. 18, 28 və 42. Neçə elədi? 88. Deməli düz demişik. Bayaq bu sual, buna bənzər bir sualımız var idi. Tam ehtimal düsturu ilə yaxınlaşan bir maşının yük maşını. Yük maşını olması ehtimal deyirsə, bu tam ehtimal deyil. Bayes düsturu ilə həll olunacaq. Deməli, yük maşını olması ehtimalı 1-in 4-ə nisbətindəsə deməli 5 dənədir. 5də 1 ehtimalla bu yük maşınıdır. Və 10-da 3 ehtimalla da yük maşını gəlib benzin götürəcək. 5 dənədən 4 ehtimalla bu minik maşınıdır və 10-da 5 ehtimalla da bu götürəcək. Bu da elədi 50-də 23. Deməli 5də 1 vuraq, 10-da 3 üstə gələk, 5də 4 vuraq, 10-da 5. 50-də 23 ehtimalla ümumiyyətlə gəlib benzin götürəcəklər. Yaxınlaşan avtomobilin məhz yük avtomobili olması ehtimalı deyirsə, deməli onda sürətdə olar. 50-də 3 birincinin göstəriciləri bölünsün. 50-də 23. İxtisar getsə 3 bölək 23. 30-un içində 23 bir dəfə var. Ona görə də bu sizin düzgün cavabınız olmalıdır. 40, 25, 35 faizlər verilir. Qüsursuz olma ehtimalları verilib. Amma qüsurlu olması soruşulur və üzərində heç bir şərt qoyulmur. Ümumiyyətlə deyir ki, qüsurlu olsun. Deməli, biz bu zaman 3%, 4% və 2% ilə işləməliyik. 40-ı 3-ə vursaq 120, 25-i 4-ə vursaq 100, 35-də 2-yə vursaq 70, 190, 290. Biz bunu faizlə nəzər aldığımıza görə 100 vuraq, 100-ə də bunu bölməliyik. 0,29. 30 televizorda 5-ində qüsuru var, ikisi gətirilir. Tapaq. 30-undan ikisində varsa, bir dəqiqə, 30-undan 5-ində qüsur var. 2 televizorun qüsursuz olması ehtimalı tapın. İkisi qüsursuz olsun. Birincinin qüsursuz olma ehtimalı 30-da 25 dənəsi qüsurludursa 25 dənəsi qüsursuzdur. İkinciyə də 29-da 24 qaldı. Bu bizim P-miz. Bunu tap deyir, sonra 58-ə vur deyir. Bunu deməli 58-ə vurmalıyam. İxtisar getsə 2 dəfə. 5 ilə 30 ixtisar getsə, burada 5, burada 6. 6 ilə 24 getdi. 12. 12 yox, 4. 4 2-yə 8, 8-də 5-ə 40. 6, 4 qadın, 3 nəfərin hamısının qadın olması ehtimalı. 6, 4, 10 nəfər var. 10-da 4 ehtimalla birincisi qadındır. 9-da 3 ehtimalla ikincisi qadındır. 8-də 2 ehtimalla da üçüncüsü qadındır. Bu da elədir 1/30.
Onların üçünün də kişi olması ehtimalı. 4, 12, 16 nəfər var. Üçü də kişi olsun. Ay yox. 4'ü qadın olmaqla 12 nəfər işləyir. Bu toplamda 12-dir. Deməli 8 nəfəri kişidir onda. 3'ü də kişi olsun. 12'də 8, 11'də 7, 10'da 6. İndi daha düzgün olar. 2 dəfə, 4 dəfə, 5 dəfə. 14 böl 55. Aşağıdakı təkliflərdən hansı doğrudur? Hansı doğrudur? Hadisənin ehtimalını tapanda əlverişli halları eyni imkanlı halların sayına bölərlər. Bəli, bölərlər. Bu düzdür. Amma vurarlar, bu səhvdir. Vurmazlar, bölərlər. 3 ilə 4'ə baxaq. Birgə olmayan hadisələr üçün hadisələrin kəsişməsi 0 olduğu üçün yəni burada çıxılsın P, A, B yazmaq lazım deyil. Yəni ona görə bu düstur düzdür. Amma burada yazmaq lazım idi, burada yoxdur. Ona görə bu səhvdir. 1 ilə 3 sadəcə düzdür. Bu suala baxaq. Riyaziyyat müəllimi ixtisasında təhsili başa vuranlar 2-3 nisbətində riyaziyyat təhsil alan 92%, 95% ixtisasa uyğun iş tapa bilirlər. İşə qəbul edilmiş hər bir mütəxəssisin riyaziyyat müəllimi ixtisasına aid olması ehtimalını tapın. Tapaq. 2-3 nisbətindədirsə deməli 5K kimi götürək. Birincinin 92%, ikincinin 95% iş tapa bilir hər hansı mütəxəssisin riyaziyyat müəllimliyi. Aha, bu deməli olacaq nə ilə? Bayis düsturu ilə olmalıdır. Deməli sürətdə olmalıdır. Bu riyaziyyat müəllimliyinə aid olan göstəricilər 3. 5 dənədən 3'ü, hər 5'indən 3'ü və bunların da 95%, %95 sürətdə. Məxrəcdə isə 5'də 2 vuraq %92, üstə gələk 5'də 3 vuraq %95. Bu beşliklər bizə lazım deyildi əslində. Qısa olaraq da daha qısa olaraq 3 vur 95 sürətdə, 2 vur 92, üstə gələk 3 vur 95 də məxrəcdə. Yəni belə olmalıdır. Sonra hansı yanlışdır? Baxın bu bayaqkının düzəldilmiş variantıdır. Nisbəti deyilir, bu düzdür. Hasilinə biz ehtimal demişik, bu səhvdir. Birgə olmayan hadisələr üçün bu düstur düzdür. Birgə olmayanlar üçün də kəsişməni nəzərə almaq lazımdır. Bu da düzdür. Deməli, yanlış olan yalnız ikincisidir. Ən böyük ehtimallı ədəd. 90'a gəldim, çatdım. Yenə deyirəm, mən özüm bu PDF-dən izah elədim ki, bütün hər növdə suallarla rastlaşsanız, hansı növdə suallarla rastlaşsanız, hər birisinə hazır olasınız. Baxın, mən burada sizə həm ehtimalların hasilinə aid, yəni ehtimalların vurulmasına aid misallar izah elədim, həm və ya ilə olan misallar, həm Bayes düsturuna aid, həm tam ehtimal düsturuna aid, asıl olan hadisələr, asıl olmayan hadisələr, hər birisinə aid. Yəni birinci mühazirəni əhatə edən hər bir sual növündə olan tipdən izah etdim ki, aralıq imtahanda sizin suallar sizdə olmur və ona görə rastlaşacağınız hər bir variantda hazır olasınız. 90'dan sonrakını isə növbəti videoda izah eləyəcəm. Burada nə aydın olmasa, harda hansı ki yarımçıq qoymuşdum, həllərini ala bilməsəz, xahiş edirəm onları yazın. Mən onları sizə izahını edəcəm.